vallahi ən böyük qəflət içərisindəsən. Əsas oda sabit olasan. İnnellezine qalu rabbunallahu thumma istaqamu. O kəslər ki, Rəbbim Allahdır deyib, sonra Allah'a ortaq qoşmurlar. Sonra Allah istədiyi kimi yaşayırlar. Öz istədikləri kimi deyil. Fəstaqim kəmə umirt. Və mən təbə mə'ək. Başqa ayda Allah Teala Peyğəmbər sallallahu aleyhi ve sellemə deyir ki, sən və səninlə bir yerdə olanlar sizə əmr olunduğu kimi doğru yolda olun. Və lə tətğav feyhi. Həddinizi aşmayın. İnnəhu bimə tə'məlunə basir. O sizi görür. Əməllərinizi görür. Allah səndən necə tələb edibsə, sən o cür doğru yolda olmalısan. Nəfsinin istəkləri kimi. Mən də Allaha qurban olum. Allah bağışlayandır. Nə gəldi eləyir? Zina eləyir, qumar oynayır, oğurluq eləyir. Qonşusunun haqqına girir, valideynlərin haqqına girir. Harada münkar əməllər var, eləyir. Sonra deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm hədisdə deyib ki, kim gün ərzində 100 dəfə Subhanallahi və bihamdih desə, huttat ləhu xatayahu və ləv kənət zəbədəl bəhr. Deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, kim gündə 100 dəfə Subhanallahi və bihamdih, Subhanallahil azim desə, günahları bağışlanar dənizin köpükləri qədər olsa da. Fikir verin, necə adam şeytanı o aldadıb. Muhammed sallallahu aleyhi ve sellem deməyib, ged nə istəyirsən elə, sonra bu zikir elə Allah sənə bağışlayacaq. Yox. Muhammed sallallahu aleyhi ve sellem səni zikr eləməyə bağlayıb. Dilivi, qəlbivi Allaha bağlayıb. Əgər sən qəsdən günahlar eləyib, sonra Allahın rəhmətinə ümid edirsənsə, vallahi ən böyük qəflət içərisindəsən. Rəhmətinə güvəndiyin Allahın qəzəbi ilə qarşılaşarsan.